Salam əziz abituriyentlər. Deməli, blok imtahanlarına az qalmış. İstəyirəm ki, sınaq izahlarına baxaq. Deməli, birinci sualdan başlayıram. Bu güvənin sınaqlarındandır. Birinci sualda deyir ki, X oxu boyunca hərəkət edərək 5 saniyə ərzində L nöqtəsindən M nöqtəsinə gələn cismin orta sürətini. Birinci orta sürətin düsturunu yazaq. Orta sürət ümumi gedilən yolun ümumi zamana nisbətidir. Burada L-dən M-ə qədər getdiyi ümumi yol, baxırıq, yəni modulca baxırıq da 10 və 30, yəni ümumi 40 metr yol gedib və bunu da gedib 5 saniyə ərzində, deməli orta sürətimiz olur 8 metr bölü saniyə, cavabdır variantı. İkinci sual çevrə üzrə hərəkətə aiddir. 0,8 metr radiuslu çevrə üzrə hərəkətdə maddi nöqtənin radius vektorunun dönmə bucağının zamandan asılılığını tənliyini verib və xətti sürəti istəyir. Deməli, şərti yazaq ki, yəni bizim kəmiyyətlər gözümüzün qabağında olsun və omega, yəni bucaq sürəti f-nin törəməsinə bərabərdir. Burada f-nin törəməsini alsaq, sabitin törəməsi 0 və 4t-nin törəməsi 4. Xətti sürətin düsturunu yazsaq, v bərabərdir omega r. Omega da var 4, radius isə 0,8 vurarıq bir-birinə eləyir 3,2. Cavabdır variantı. Sonra üçüncü. Burada dinamikaya aiddir deməli testimiz. Burada nə deyir? Əks istiqamətlərdəki qüvvə tətbiq olunub. Biri 3 Newton, biri 15 Newton və F2 qüvvəsinin qiymətini istəyir. Yox, daha doğrusu bu əvəzləyicini verib. Əvəzləyici 3-dür. F1 15-dir. Deməli bu 15-dir. F2 neçə olmalıdır ki, əvəzləyici 3 olsun? Onda 15-dən 3-ü çıxırıq, eləyir 12. Yəni həqiqətən əks istiqamətlərdə qüvvə tətbiq olunanda əvəzləyicini tapmaq üçün böyük qüvvədən kiçik qüvvəni çıxırıq. 15-dən 12-ni eləyir 3. Deməli burada cavab olur 12 Newton. Yəni biz F2-ni tapırıq da, F2-ni də tapanda əvəzləyicidən, yəni F əvəzləyicidən çıxırıq F1-i. O da elədi 12. Sonra keçdik 4-ə. Verilmiş kütləli deyir, kosmik gəmiyə ay tərəfindən təsir edən ağırlıq qüvvəsinin ayın səthindən olan hündürlükdən asılılıq qrafiki. Bildiyimiz kimi bu F-in düsturu var idi. Yəni müəyyən hündürlükdə ağırlıq qüvvəsinin düsturu J, M bölünsün R plus H-ın kvadratı. Burada F-in H-dan asılı qrafiki müəyyən bir qiymətdən başlayaraq azalan qrafik olur. Ona görə Y variantı. Deməli, baxaq bu 5-ə. Burada üfüqi səth üzərində cisim verib və daha sonra yəni sükunətdədir. Daha sonra ona paralel istiqamətdə bir F qüvvəsi ilə təsir edirik və həmin bu cismin təcilinin, hərəkətə gələndən sonra təcilinin F qüvvəsindən asılı qrafikini verib. Burada kütləni hesablamağımızı istəyir. Kütləni tapanda bu qüvvə 18-dən 30-a dəyişib. Dəyişməsi olur 12. F-i bölməliyik A-ya. Olur 12. Təcili isə 0-dan elə 2-yə artıb 12-ni bölürük 2-yə, olur 6 kiloqram. Deməli, kütləsi oldu 6 kiloqram. Baxırıq 6-ya. 6-da deyir ki, üfüqi hamar may müstəvi üzərində cisim tarazlıqdadır və cisimdə gördüyümüz kimi yaya bağlanıb və cismin kütləsini 6 kiloqram verib elastiklik qüvvəsinin qiymətini istəyir. Deməli, qüvvələri çəkək göstərək burada. Ağırlıq qüvvəsi bilirik ki, aşağıya doğrudur və ağırlıq qüvvəsinin mayil müstəvidə 2 proyeksiyaya ayırıq. Biri şaquli, biri də üfüqi proyeksiya. Bucağa biçik proyeksiya olur kosinusla, mj kosinus alfa yazıram. Digər proyeksiyası olacaq mj sinus alfa. Bu proyeksiyası olur mj sinus alfa və burada yay olduğuna görə, yəni yaya bağlıdır cisim, sıxılır və ona görə də cisim sükunətdə qalır. Elastik qüvvəsi əksinə təsir göstərir. Burada elastiklik qüvvəsi ilə mj sinus alfa bir-birini tarazlaşdırır ki, yəni cisim deyir tarazlıqdadır. Onda bərabər eləyirəm F elastikliyi mj sinus alfaya və oradan hesablamalarımı aparıram. M kütləsi 6, J 10, sinus alfa 0,6. Vururam bir-birinə, 6 vurun, vur 0,6, o da eləyir 36 Newton. Sonra baxaq 7-yə. 7-də isə bloklar sistemi verib və M1 kütləli cismin çəkisini, yəni kütləsini verib 20 kiloqram. Dayağın reaksiya qüvvəsini verib burada 40 Newton, ikinci cismin kütləsini istəyir. Buna təsir göstərən ağırlığı yazaq, yəni M2 kütləli cismə M2J ağırlığı təsir göstərir. Buradakı gərilmə, ipdəki gərilmə olur M2J. Daha sonra eyni ipdə eyni gərilmə prinsipindən istifadə edərək burada da yazırıq M2J.
və yenə eyni ipdə eyni gərilmə deyərək burada da M2J ağırlığını çəkib göstərirəm və aşağıya doğru 2 M2J, yəni bunları tarazlıqda saxlayır və indi M1 kütləsinə təsir göstərən qüvvələri çəkim göstərim. Deməli M1-ə təsir göstərir aşağıya doğru M1J və bir də bu dayağın üzərində olduğuna görə əks istiqamətdə dayağın reaksiya qüvvəsi təsir göstərir. Və burada qüvvələrin bir-birini tarazlığından yazaq. 2 M2J üzərinə gəlsin N, yəni yuxarıdakı qüvvələrin cəmi bərabərdir aşağıdakı M1J-yə. Buradan da M2 kütləli cismin kütləsini hesablayaq. Deməli, onda 2 M2J bərabər olur M1J çıxılsın reaksiyaya. M1 20-dir, olur 200 çıxılsın, reaksiyada 40-dır. 200 çıxılsın 40, o da eləyir 160 və 2 M2 bərabərdir. 160 ona bölürük 16, M2 də olur 8. Deməli, ikinci cismin kütləsi 8 kiloqram imiş. Sonra baxaq deməli 8-ə. 4 Newton dartı qüvvəsinin təsiri altında 2 metr bölü saniyə sürətlə bərabər sürətlə hərəkət edən cisim göstərilib və 5 saniyə ərzində qüvvənin gördüyü, F qüvvəsinin gördüyü işi hesablamamızı istəyir. Ümumiyyətlə, görülən iş qüvvə ilə yer dəyişmənin hasilinə bərabərdir. Və buradan yazarıq ki, A bərabərdir. Burada dartı qüvvəsinin gördüyü işdən söhbət gedir. F dartı vurulsun, S yer dəyişmə. Bərabər sürətlə hərəkət elədiyinə görə bərabər sürətlə hərəkəti yer dəyişmə VT düsturu ilə hesablanır və yazıram 4 vurulsun. S də bərabərdir VT. Sürət də var 2. Zaman da 5 verib eləyir 10. Bu da eləyir 4 vur 10, 40 joule. Bərabərdir 40 joule. Sonra 9-a baxaq. 9-da deməli mexaniki rəqslər dalğalar bölməsindəndir. Bizdə koordinatın qrafikini verib və koordinat qrafikini verəndə biz bu qrafikdən sürət qrafikinə keçid edə bilərik. Sürət qrafiki, mən buna xıva ardıcıllığı deyirəm. Xıva, yəni sürət koordinatı pi bölü 2 qədər qabaqlayır. Təcil isə sürəti pi bölü 2 qədər qabaqlayır. Və bu ardıcıllıqla yadda saxlaya bilərsiniz. Amma desək ki, təcil koordinatı nə qədər qabaqlayır? Təcil koordinatı pi qədər. İndi biz kinetik enerjini istəyirdik. Kinetik enerjiyə keçməyimiz üçün birinci sürəti bilməliyik. Çünki sürətlə kinetik rəqsləri eyni fazada rəqs edirlər. Yəni sürət sinusoiddirsə, kinetik də sinusoid, kosinusoiddirsə, o da kosinusoid olur. Sadəcə olaraq enerji rəqsləri, yəni enerjinin qrafiki ancaq yuxarıda olur. Yəni T oxundan yuxarıda. Deməli, sürəti tapmaq üçün sanki bu oxu pi bölü 2 qədər qabağa sürüşdürürük. Pi bölü 2 baxın bura düşür. Pi bölü 2 qədər qabağa sürüşdürdükdə deməli görürük ki, sürət yəni qrafiki kosinusoiddən başlayır. Amma burada mənfi kosinusoiddən başlasa belə biz kinetikin rəqslərini ancaq müsbət kosinusoiddə göstərəcəyik. Yəni belə. Ancaq yuxarıda olacaq rəqslər. Sonra keçirik 10-a. Deməli, bu 10-da deyir ki, kran ilə təchiz olunmuş, verilmiş həcmli ağzı bağlı qabda 600 qram sıxılmış hava var. Kranı açmaqla qabdan nə qədər hava buraxılsa, molekulların konsentrasiyası 3 dəfə azalar. Ümumiyyətlə, molekulların konsentrasiyası ilə kütlə düz asılıdır, yəni sayla düz asılıdır. Və burada əgər konsentrasiya 3 dəfə azalıbsa, deməli, kütlə də 3 dəfə azalmalıdır. Onda, yəni konsentrasiya ikinci halda, birinci haldakına nisbətən 3 dəfə azalır. Onda kütlə də yaza bilərik ki, birinci haldakına nisbətən 3 dəfə azalır və birinci halda 600 qram verib, 3 dəfə azalsa olur 200 qram. Amma bu yerdə qalan, yəni ikinci halda qabda qalan havanın miqdarıdır. Sadəcə olaraq bizdən nə qədər hava buraxılsa deyir. Deməli, 600-dən də nə qədər hava buraxılmalıdır ki, 200 qalsın, yəni 400 qram buraxılmalıdır ki, yerdə 200 qalsın. Bizdən buraxılan havanın miqdarını soruşur. O da olur 400 qram. 11-də ideal qazın daxili enerjisi 18 kilojoule artmışdır. Yəni bu delta U bərabərdir 18 kilojouldur. Qazın gördüyü iş A 12 kilojouldur və qaza verilən istilik miqdarını deyir hesablayın. Biz burada istifadə edəcəyik termodinamikanın birinci qanunu. Burada yadınızdadırsa birinci qanunu belə idi ki, bərabərdir delta U üzərinə gəlinsin A. Və daxili enerjisini verib 18. Gördüyü iş də 12 jouldursa, onda bunların cəmi olur da 30 kilojoule. Y variantı.
Baxırıq 12-yə. 12-də deyir ki, intensivliyin modulu Y-dir. Bir cins elektrik sahəsində hərəkət edən M kütləli protonun təcili hansı? Aha, burada əgər M kütləli cismə, yəni elektrik sahəsinə təsir göstərən qüvvə elektrik qüvvəsidir, onda əvəzləyicini bərabər eləyirik elektrik qüvvəsinə QY-yə. Buradan da nə istəyir? Təcili. A da bərabərdir QY bölünsün M. Sadəcə olaraq bizdən proton dediyinə görə, yəni onun kütləsini Y elementar yüklə verib yükünü, onda olur Y bölünsün M. Y bölünsün M A variantında. Sonra gəldik 12-yə. Baxaq 12-də nə istəyir? Deməli, burada daxili enerjinin zamandan asılı qrafikini verib və deyir 32 dərəcəli qalay qızdırılaraq 400 dərəcəli maye qalaya çevrilir. Bu prosesə uyğun qalayın daxili enerjisinin temperaturdan asılı qrafikini istəyir. Burada daxili enerji, yəni bərk qalay qızdırılır və birinci prosesdə nə baş verir? Yəni prosesin ardıcıllığı belə baş verir ki, cisim birinci qızır. Qızma prosesindən sonra ərimə baş verir, yəni aqreqat halının dəyişməsi baş verir. Aqreqat halının dəyişməsi ilə baş verən proseslərdə yadınızda qalsın ki, temperatur sabit qalır. Biz indi burada ikinci hissədə, yəni sabiti axtarmalıyıq. Daha sonra isə həmin əlimizdəki maye başlayır qızmağa. Ona görə də burada uyğun gəlir. Burada üçüncü hissə yoxdur məsələn, bu olmaz. Burada sabitdir üçüncü hissə. Yəni bizdə ardıcıllıq belə olmalıdır. Qızır, sabit, sonra yenə qızır. Bu da uyğun gəlir Y variantına. Yenə deyirəm, yəni burada ortadakı hissə aqreqat halın dəyişmə hissəsidir. Yəni əvvəlcə bərk cisim qızır, daha sonra ərimə prosesi, daha sonra isə əriyən o maye başlayır qızmağa. Ona görə qrafik belə olacaq. Sonra 14-də elektrik tutumunun elektrik sahəsinin enerjisindən asılı qrafiki. Ümumiyyətlə tutum asılıdır yalnız kondensatorun ölçülərinə, yəni həndəsə ölçülərindən, kondensatorun köynəyinin sahəsindən, köynəklər arası məsafədən, bir də elektrik nuzulundan, yəni enerjidən asılı deyil. Elektrik sahəsinin enerjisindən A variantı. Aha, burada deməli EHQ-nı verib 12 volt, voltmetrin göstəricini deyir müəyyən edin. Deməli burada U bərabərdir, yəni qapalı dövrə üçün Ohm qanununda epsilon R bölünsün R plus R-dir düsturum. Epsilon neçədir? 12 vurulsun 5 bölünsün R plus R. Yəni 5 plus 1 o da edir 6. 12-dən 6 gedir 2, 2-dən də 5-ə 10 volt. Yəni qapalı dövrədə biz gərginliyi bu cür hesablayırıq. Aha, deməli bu 16-cı testdə burada F-nin T-dən asılı qrafikini verib, maqnit zamandan asılılığını verib və 1, 2, 3 nöqtələrinə uyğun EHQ-nın modullarının deməli münasibətini istəyir. Birinci baxaq elə 3-də burada. 1, 2, yəni EHQ, induksiya elektrik hərəkət qüvvəsi delta F bölünsün delta T-dir. Yəni maqnit selinin zamana görə dəyişməsidir. 3-də maqnit seli dəyişmədiyinə görə 3-də EHQ 0 olur. 1 ilə 2-də isə fikir verin yavaşlayan hərəkət edir. Ona görə 1-də 2-dən böyük olacaq. O da olur C variantı. Yəni bizdən onsuz da yəni modulunu istəyir, EHQ-nın modulları. Sonra zəif işıq selini ölçmək üçün istifadə olunan qurğu bu yarımkeçirici cihazdır. Yarımkeçirici cihazlarda fotorezistor var idi. Fotorezistor zəif işıq selini ölçən cihaz idi və quruluşu belə idi, yəni onun fotorezistorun baxın bu cür idi. Baxıram bu vahid sualına. Burada metr bölünsün Henry vur faraddır. Gəlin Henry vur faradı birinci aydınlıq gətirək. Henry induktivliyin vahididir. Fi böl I-dir və maqnit seli, yəni Weber bölünsün amper maqnit selinin vahidi. Weberi də aça bilərik. Maqnit seli Fi bərabər BS idi də. Tesla vurulsun metrin kvadratı bölünsün amper. Gəlin Teslanı da açaq. Newton böl amper vur metr kimi. Newton böl amper vur metrin kvadratı böl amper. Görək nəyə gəlirik. Deməli, burada metrin kvadratı ilə biri geçsin. Qalır elə bir belə. Newton metr böl amperin kvadratı. Bu qalsın belə. Gəlin Henry'dən görək nə alırıq. Sonra vurarıq bir-birinə. Henry deyirəm. Deməli, faraddan. Henry'ni tapdıq. Farad da yazaq da altdan. Deməli, farad da tutumun vahididir. Q bölü olur. Klon bölünsün volt.
Voltu açsaq U bərabər A bölü Q-dən Joule bölü klon kimi bunun yerinə yəni Joule bölü klon yazsam yuxarı klon qalxır yuxarı olur. Klonun kvadratı bölünsün Joule. Klon kvadratı bölü Joule. İndi aralarında vurmaydı. Gəlin burada vuraq. Klon da yaza bilərəm amper vur saniyə kimi və kvadratları olur da. Amper kvadratı vur saniyə kvadratı. Çünki klonun kvadratıdır. Böl Joule. Joule da yazıram Newton-metr kimi. Aha, gəlin indi baxaq görək nə qalır. Newtonlar gedir, metrlər gedir, amper kvadratlar gedir, qalır saniyə kvadratı. Bu da kökün altındadır. Yəni biz buradan aldıq kökün altını saniyə. Olur metr bölünsün. Kökün altında saniyə kvadratı aldıq burada. Deməli bir dənə qalır yekunda saniyə kvadratımız və kökün altında da saniyə çıxır, olur metr bölü saniyə, o da nəyin vahididir? Sürətin. Deməli elektromaqnit rəqslərinin, yəni dalğanın yayılma sürəti D variantı. Bir dəqiqə, deməli gələk 19-a. Mütləq sındırma əmsallarının 3 mühitdə deməli işıq şüasına yol göstərmişdir. Mühitin mütləq sındırma əmsalları arasındakı hansı münasibət doğrudur? Deməli burada biz bilməliyik ki, sındırma əmsalı bucaq ilə yəni tərs asılıdır. Bucaqla gedə bilərik. Normalı çəkməliyik də. Normalla şu arasında qalan bucaqdan söhbət gedir. Burada bucağım budur. Burada bucağım budur. Və ya da burada da buradan çıxıb budur. Deməli indi baxıram ki, deməli ən böyük bucaq hansındadır? Yəni ən kiçik bucaq N2-dədir. Deməli N2-nin sındırma əmsalı ən böyükdür. Amma fikir verirsinizsə 1 ilə 3-də bərabərdir. Deməli N2 böyük olur. N1 bərabər olur N3-ə. Y variantı. Yəni bunun bucaqlarından rahat müqayisə edə bilərik. 20-də dalğa optikasına aid bir sualdır. Deyir, diffraksiya qəfəsindən keçən ağ işığın ekranda alınan ikinci tərtib maksimumuna uyğun spektri göstərilib. Spektrin 5 yazılan hissəsi hansı rəngdədir? Biz ümumiyyətlə bir var işığın diffraksiyası, bir də dispersiyası. Dispersiyada, yəni ən belə deyək də çox sınan bənövşəyidir. Biz qırmızıdan bənövşəyə doğru sıralayırıq. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy bənövşəyi. Amma diffraksiya qəfəsində isə tərsinə ən çox sınan qırmızı olur. Və burada elə bir qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy bənövşəyi. Yəni 5-ə hansı rəng düşdü? Sarı rəng. Deməli 20-də olur sarı. Sonra 21-də rezistor və kondensatordan ibarət dövrə verib, cəryan mənbəyinə qoşulub, gərginliyin amplitudunun sabit qiymətinə tezliyi azaltdıqda, ampermetrlərin göstəriciləri necə dəyişər? Bu dəyişən cəryan bölməsinə aiddir. Dəyişən cəryan bölməsində bir rezistor qoşulmuş dövrə vardır. Rezistorun dövrəyə verdiyi müqavimət aktiv müqavimət idi və aktiv müqavimət tezlikdən asılı deyildi. Amma kondensatorun dövrədə yaratdığı müqavimət tutum müqavimət adlanırdı. X-nə işarə edirdi və tutum müqaviməti düsturu 1 bölünsün omega S idi. Və yaxud da 2pi nü S omeqanı aça bilərik. Və buradan görürük ki, tezliklə tərs asılıdır. Tezliyi azaltsaq burada, onda tutum müqaviməti necə dəyişəcək? Artacaq. Deməli, və burada bizdən ampermetrlərin göstərişlərini istəyir. Ampermetrin göstərişi də tutum müqavimətlə, yəni müqavimətlə tərs asılıdır. I bərabərdir. İkinci halda elə bil ki, U bölünsün XS-dir. X-ə fikir verin artır. Artırsa onda I2 azalır. Yəni birbaşa deyə bilərik ki, A2 ampermetri tezliyi ilə düz asılıdır. Tezliyi azalırsa onda A2 ampermetrinin göstərişi də azalır. Digəri isə dəyişmir. C variantı. Çünki bunun yəni müqaviməti tezlikdən asılı deyil. Ona görə cəryan da dəyişmir. Yəni A1 ampermetrinin göstərişi dəyişmir. 22-də qazın izotermik genişlənməsi və izobor qızma prosesləri üçün Venn diaqramını uyğun ifadələri göstərin. Aha, izotermik genişlənmə deyir. İzotermik prosesdə birinci baxaq ki, temperatur sabit qalır və genişlənmə deyirsə həcm artır. İndi baxırıq
Bir də izobar qızma deyil. İzobar qızmada isə izobar prosesdə təzyiq sabit qalır. Qızma deyirsə temperatur artır. Və izobar prosesdə, yəni qızma prosesində, izobar immün prosesdə qızma ilə genişlənməni biz düz asılı götürə bilərik. Çünki P sabit olanda T ilə V düz asılıdır. Temperatur artırsa həcm də artır. İzotermik genişlənmədə birinci yazıb qazın sıxlığı azalır. Sıxlığı azalır deyirsə, onda burada həcm artmalıdır. Həcm artır hər ikisində. Deməli, onda bir hər ikisinə gedir. Həm genişlənmə var burada artır, həm də burada artır. Deməli, sıxlıq hər ikisində azalır. Qaz müsbət iş görür. Qaz müsbət iş görür genişlənmə zamanı. Deməli, 2 də gedir ortaya. 1, 2. Qazın temperaturu artır. Burada görürük ki, temperatur sabitdir. Burada isə temperaturu artır. Yəni, vermişik əvvəlcədən proseslərin üzərində. Temperatur artır, onda gəlir, deməli, izotermikə yox bura. İzobar qızmaya, yəni 2-yə. Daxili enerji dəyişmir. Daxili enerji, əgər verilmiş kütləli prosesdirsə, burada temperatur, yəni izotermik prosesdə daxili enerji dəyişmir. İzotermik prosesdə ona görə daxili enerji dəyişməsi gedir bura. Dəyişmir, gedir 1-ə. 4, 1, 2, 3. Bu da olur C variantı. Gəldik 3-də. 3-də açar sözlərdir. Ardıcılığı tapmalıyıq. Deməli, bir də nə deyir? Atom nüvələrinin xarici təsirlər olmadan öz-özünə şüalanma hadisəsi. Bu radioaktivlik hadisəsidir. Yəni, öz-özünə şüalanma hadisəsi təbii radioaktivlikdir. Baş verən şüalanma isə radioaktiv şüalanmadır. Yəni, öz-özünə şüalanma deyirsə təbii radioaktivlikdir. Amma bu şüalanmanın adı radioaktiv şüalanma adlanır. Çox böyük sürətə malik elektronlar selidir. Bu beta şüalanmadır. Beta şüalanma elektronlar selindən ibarətdir. Elektromaqnetik şüalanmasıdırsa bu qamma şüalanmadır. 2 getdi bura. Helium nüvəsi selindən ibarətdir. Bu da alfa şüalanmadır. Yəni radioaktiv şüalanmanın 3 növü var idi. Alfa, beta və qamma. 4-də deməli PV diaqramını verib və doymuş su buxarının hal dəyişməsi təsvir olunub. Deyir 1-2 halında, 1-dən 2-yə keçən halda kütlələri və sıxlıqları arasındakı münasibət. Kütləni müqayisə etsək, M bərabərdir. Rho və yaxud da bununla müqayisə etsək, elə görürük ki, həcmdən düz asılıdır da. Həcm 1-dən 2-yə keçəndə 2 dəfə artıbsa, onda kütlə də 2 dəfə artacaq. Amma sıxlıq sabit olur. Çünki doyan su buxarının yazıdasa Pero N üçlüsü sabit idi. Təzyiq burada sabitdirsə, deməli, sıxlıq da sabitdir və konsentrasiya da sabitdir. 3-4. 25-də deməli, suda batmış 12 kg kütləli cismin sıxışdırıb çıxardığı suyun kütləsi 8 kiloqram olarsa, cismin sudakı sıxışdırıb çıxardığı suyun kütləsi elə, yəni suyun kütləsi varsa, onun çəkisini də tapa bilərik. O Arximed qüvvəsinə bərabərdir. Onda Arximed qüvvəsi olur 80 Newton. Və bizdən nə istəyir? Bu cismin sudakı çəkisi mayedəki çəki bərabərdir. Havadakı çəkidən Arximed qüvvəsi qədər azalır. Və biz havadakı çəkidən, yəni 12 kiloqram kütləsi varsa 120 Newtonda havadakı çəkisi, Arximed də 80-dir, olur 40 Newton mayedəki çəki. Cavab 40. 26-da deməli düz xəttli hərəkət edən cismin koordinat zamanla asılı qrafiki verilib. Əvəzləyicini verib 20 Newton. İkinci saniyənin sonunda impulsu istəyir. P bərabərdir. Sual. Koordinat qrafikini veribsə, biz buradan törəmə alıb sürətə keçə bilərik də. Sürət bərabərdir koordinatın törəməsi. Buradan törəmə alsaq 2T-nin kvadratı 4T üzərinə gəlinsin 3. Və burada ikinci saniyənin sonunda deyir, sürəti hesablayaq. İkinci saniyənin sonunda 8 + 3, 11 zamanı yerinə 2 qoyuram. Və cismin deyir, impulsunu hesablayın. P də bərabərdir. MV ilə və yaxud da MV ilə hesablaya bilərik. V var, M yoxdur. M-i də əvəzləyicini verib 20 Newton. Təcili bilərik də buradan. Təcil V0 plus AT-dir də. A-nın, yəni T-nin əmsalı bizə təcil verir. 4-dür. Deməli, M-i tapsaq buradan, M də bərabərdir F böl A-dır. Əvəzləyici qüvvə M-a daxı. M-i tapsaq F böl A, yəni 20 bölünsün 4, o da eləyir 5.
və MV ilə tapa bilərik ki, sürət 11-dir, kütlə 5, o da eləyir 55. Cavab 55 kg/m/saniyə impulsumuz. Bu 27-də isə deyir, deməli 3 dənə naqil verib və naqillər deməli perpendikular şəkil müstəvisinə perpendikular istiqamətdə yönəlib və burada birinci, ikinci və üçüncü naqilə təsir göstərən əvəzləyici, amper qüvvələrinin əvəzləyicini istəyir. Yəni burada 2 ilə 3 tərəfindən birinci amper qüvvələri təsir göstərir. Biz bilirik ki, cəryanlı naqillər eyni istiqamətdə yönəldikdə bunlar bir-birini cəzb edir. Əks istiqamətdə yönəldikdə isə itələyir. İndi 2-1-i burada itələyəcək, çünki biri nöqtədir bunun istiqaməti. Yəni bu şəkildən bizə doğru yönəlib, bu isə bizdən şəkil müstəvisinə doğru yönəlib. Yəni x-dır bunun istiqaməti olaraq. Deməli 2-1-i nə edir? İtələyir. Onda 1-ə təsir göstərən, iki tərəfindən təsir göstərən qüvvə bu istiqamətdə. 3-1-i, yəni 3 ilə 1 eyni istiqamətdə yönəldiyinə görə 3-1-i cəzb eləyir özünə doğru. Amma bu olsun F1, bu da olsun F2. Amma göründüyü kimi 2 daha yaxında olduğuna görə 2-nin təsiri daha güclü olacaq. Ona görə bir cismə, yəni əks istiqamətdəki qüvvə təsir göstərəndə əvəzləyicini tapmaq üçün böyükdən kiçiyə çıxırıq. Yekun istiqamət böyük istiqamətə götürülür. Və burada 2-nin təsiri daha güclü olduğuna görə yekun istiqamət bu istiqamətdə olacaq. Deməli 1-ə təsir göstərən əvəzləyici bu istiqamətdə, 1-də B. İndi 2-ni çəkək. 2-yə də 2 qüvvə tərəfindən, yəni 2 cisim tərəfindən qüvvə təsir göstərir. Həm birinci naqil, həm də üçüncü naqil tərəfindən. Birinci ilə ikinci arası, yəni 1 ilə 2-nin də istiqamətləri əksdir. Bu bir-birini itələyir bu istiqamətdə. 3 də 2-ni itələyir bu istiqamətdə və hər ikisinin qüvvəsi bərabər olduğuna görə 2-yə təsir göstərən yekun əvəzləyici 0 olacaq. Yəni amper qüvvəsinin əvəzləyicisi 0 olacaq. 2-də olur Y. 3-də isə yenə bayaqki birincidə olduğu kimi, deməli 2 tərəfindən 3-ə təsir göstərən qüvvə bu istiqamətdə, 1 tərəfindən 3-ə təsir göstərən, yəni bunlar cəryanlı naqillər eyni istiqamətdə olduğuna görə cəzb edir bu istiqamətdə və 2-nin təsiri daha güclü olduğuna görə bu istiqaməti götürür, yəni sağa A variantı.